Türk gazetecilerin burada olmasından dolayı şükranlarımı sunarım. Türkiye Türkçesinde az biliyorum. Azerbaycan Türkçesinde fazla. Azerbaycan Türkçesinde 2020 yılın savaşın başlarken ben ön cəhbə xəttinə getdim. Biliyorsunuz ki, cəhbə xəttində də Azərbaycan ordusu sürətlə irəlilədikcə bizim fazla askerlərimiz əsir düşdülər. Savaştan sonra çox sayda askerimiz Azərbaycan tərəfindən bizə verildi. Orada hər gələn askerlə bir-iki kəlmə laf etdikcə Azərbaycan dilində elə bir ki, öyrənirdim. Bu 44 günlük müharibədə mənim nailiyyətim bu olubdu. Askerlərimizin çoxu bəndə Azərbaycanca konuşmağı öyrəndim. Mən Qarabağ Azərbaycanlı nədir onu bilmirdim. Sağ olsun onu da İlham Əliyev mənə öyrətdi. İndi lazım olanda beynəlxalq tədbirlərdə zətdə bu sözdən mütəmadi elə bir şey istifadə edirəm. Yəni xeyrini də görürəm, deyim görmürəm, görürəm. Bildim, o məsələyə aydınlıq gətirəcəm. Deməli, bu qlobal məsələlərdə dünya dövlətləri İlham Əliyevlə elə bir ki, hesablaşırlar. Mən də sizdən nə gizlədim, bu axır vaxtlar demək olar ki, Makrondur. Lukashenko'da da küsülüyük. Bir Putin idi, onunla da pozulmuşam. İndi çoxları elə bir ki, mən Makrona qoşulub pozulmuşam. O atalar misalında deyir ki, 100 Makron kimi dostun olmaqdansa bir dənə Angela Merkel kimi bacın olsa ondan yaxşıdır. Genetik araşdırmalara görə babam Türk olubdu. Amma fanatik şeylərə görə nənəm erməni olubdu. Yəni nənəm Türk fanatı olub. Ola bilsin bu şirinliyim ondan irəli gəlir. Həqiqətən. O erməni qızı var. Bella Babaxanyan. Bu Bella Babaxanyan sosial şəbəkələrdə başından böyük qələtlər eləyir. Birinci buna demək lazımdır ki, sənin adın Bella mənşəyi bilinməyən bir addır. Babaxanyan da, yəni erməni dilində nə baba sözü var, nə xan sözü, nə babaxan sözü var. Bir dənə orada o familiyanın arxasında yan sözü var. Yan da Azərbaycan dilində insan arxasının elə bir ki, istiqamət deyilişidir. Məsələn, bir adam həkimə gedəndə deyə bilmir də iynəni hara vurasan, orada deyirlər yana vur. Yəni bunların soyadı da ən axırda elə bir ki, bu anlama gəlir. Görsən, ora-bura gedir, tarixdən zaddan danışır. Familiyasından danışdım. Baba türk dilində ata deməkdir. Xan da Azərbaycan sözüdür. Yəni belə pis çıxmasın, bunların familiyası ilə arxadır. Adlarından tutmuş familiyalarına qədər, tarixlərinə qədər hamısı oğurluqdur. Babaxanı biraz da Azərbaycanca çöyrəndə Ataxan olur.